Gözəllər gözəlim, dünya gözəlim, görən gözüm, mənim duyan qəlbim, mənim həssas qızım, mənim hamını öz ürəyi ilə ölçən qızım, Nailə xanım, Nailə Şahverdi. Bugün ad günümdür, bugün şad günümdür, xoşbəxt günümdür. Qəlbimdə, ürəyimdə nə qədər arzular varsa, ona çatmağını arzu edirəm. Nailə xanım, Nur Ocağı Ədəbi Poeziya Birliyi adından sənə uzun ömür, xoşbəxt günlər, nailiyyətlər, sevinç dolu anlar, xoşbəxt gələcək arzuluyuram. Ad günüm, şad günüm mübarək. Nur Ocağının fəal üzvlərindən biri Nailə Şahverdi. Bugün sizin doğum gününüzdür. Bugün münasibətdə sizi mən və yaxın rəfiqəm Nailə ürəkdən təbrik edirik. Sizə uzun ömür, can sağlığı, bol yazılı uğurları arzulayırıq. Yeni yaşınız sizə uğur gətirsin. Ürəyinizdə nə kimi arzularınız var? Hər biriniz şükrünü, sevincini yaşayasınız. Bilirəm ki, ən böyük arzunuz Azərbaycan Yazıçılar Birliyi üzvü olmaqdır. Arzu edirəm ki, bu yaşınızda o arzunuza da çatasınız. Sizi bir daha təbrik edirəm. Uzun ömür, can sağlığı arzulayıram. Sevinciniz bol olsun, xoşbəxtliğiniz sonsuz olsun və ən əsası can sağlığı ilə. Əziz və dəyərli Nailəm, sənə həyatının bir yeni yaşında Allahdan gözəl məqamlar, xoş saatlar, bol sevincli günlər yaşamağını arzu edirəm. Sən mənim dəyərlimsən, arzularım qucaq-qucaqdır. Amma arzuların ən böyüyünü seçib deyirəm ki, sənin ürəyində sabah-axşam dua edib Allahdan istədiyin, Allah məni o arzuma qovuşdur dediyin, nə arzu varsa Allah səni o arzuna qovuştursun. Mən sənin sevindiyini görmək istəyirəm. Öpürəm, bağrıma basıram, ad günün mübarək olsun. Sevgi ilə Həvva Nazim. Mənim dəyərli, gözəl bacım Nailə Şahverdi. Hər kəsə qayğı ilə yanaşan, dostluq və səmimiyyətini heç kəsdən əsirgəməyən, duyğu və düşüncələrini, qəlbinin səsini misralarında ifadə edən dəyərli söz adamı, gözəl yaradıcı insan. Səni doğum günü münasibəti ilə təbrik edirəm. Sənə can sağlığı arzu edirəm. Arzu edirəm ki, işlərin hər zaman abad, könlün fərah olsun. Arzu etdiyin, gözlədiyin möcüzələr reallıq tapsın. Onu da qeyd edim ki, ən gözəl möcüzə, ən böyük möcüzə sənin özünsən, sənin varlığındır, duyğularındır, düşüncələrindir, həssas, kövrək, qayğıkeş qəlbindir, duyğu dolu dünyandır. Sən özün bir möcüzəsən. Allahım sənə gözəl günlər nəsib eləsin. Hər zaman xoş və əhval-ruhiyyədə gözəl günlər yaşayasan. Dünyaya gəlişin mübarək. Sevgi ilə, ehtiramla Ramilə Əliyeva. Bugün mənim Nailə qızımın ad günüdür. Nailənin çəkisi yüngül olsa da, amma ürəyi o qədər böyükdür ki, oraya bir cahan sığışmır. Nailə, mən sənin yeni yaşını təbrik edirəm qızım. Ömrü insana Allah verir. Mən desəm 100 il yaşa, nə bilim 150 il yaşa, onu bilmək olmaz. Amma mən sənə deyirəm ki, nə yaşasan, könül toxluğundan yaşayasan. Bax, dostlarının əhatəsində olasan, kimi bacım deyir, kimi qızım deyir. Bax, bu gözəllik həmişə səndən qalsın. Biz hamımız səni çox istəyirik. Qəlbən hamımız sənə yaxınıyıq. Sənə könül toxluğu arzulayıram. Gözəl yaradıcılıq arzulayıram. Dostların əhatəsində olmaq arzulayıram. Bəzən elə adam var ki, var dövləti başından açır, ancaq sevgi dilənçisi olur. Amma sənin heç nə yoxdur. Bir balaca çəkim var, bir də gözəl ürəyin var. Ancaq çoxlu sevən dostların var.
Mən bu sevgini sona qədər sənə arzulayıram. Silsilə dağları aşsın ilhamın. Ey Nailə bacım, hey yansın şamın. Təbrik eləyirəm doğum gününü. Kölgəsi üstündə olsun Mövlanın. Canım Nailəm, gözüm Nailəm, şirinim, şəkərim Nailəm, ad günün, şad günün mübarək olsun. Həmişə bizlərlə ol, biz də səninləyik, öpürəm canım. Nur Ocağı Ədəbi Məclisinin yetənəkli xanımı, gözəl xanımı, Türklər demiş 10 barmağında 10 mərfəti olan Nailə Şahverdiyev. Qəlbi gözəl bacım, mən səni ad günün münasibəti ilə ürəkdən təbrik edirəm. Nə yaxşı ki varsan, nə yaxşı ki doğulmusan, nə yaxşı ki səni tanımışam. Həmişə demişəm, yenə də deyirəm, sənin barmaqların qızıldır. Həm qələmin gözəldir, həm bütün tərtibat işlərinin tək başına öhdəsindən gəlmək özü böyük bir bacarıqdır ki, sən bunu çox gözəl bacarırsan və öhdəsindən gəlirsən. Mənim üçün dəyərlisən, əzizsən, səni çox istəyirəm, öpürəm, bağrıma basıram. Neçə gözəl illərə inşallah xoş arzularla çıxasın. Dəyərli Nailə Şahverdiyeva, sizi ad günü münasibəti ilə ürəkdən, səmimi qəlbdən təbrik edirəm. Sizə qədim Nizami yurdundan, Gəncə elindən qucaq dolusu salam göndərirəm. Hörmətlə, həmkarım Dəniz Əlizadə. Hörmətli Nailə Şahverdiyeva, sizə ad günü münasibətindən səmimi qəlbdən təbrik edirəm. Həyatın ən şirin nemət olan can sağlığı arzulayıram. Zirvələri fəth eləməyi arzulayıram. Bütün arzularınızı çatmağı arzulayıram. Yaxşı ki varsınız, yaxşı ki sizi tanımışam. Siz mənim üçün dəyərli, həm də əzizsiniz. Hörmətlə Yaqubova Sərfinaz. Bugün qrupumuzun gözəl xanımı, gözəl fəxri, qrupumuzun bütün yükünü çiyinlərində daşıyan, gözəl videolar düzəldən, gözəl tərtibatları düzəldən, bütün şeirlərimizdə necə bir sözlə həyat verən, gözəllik verən Nailə xanımı, gözəl xanımın ad günüdür. Nailə xanıma uğurlar, həyatda xoşbəxtliklər, yaradıcılığında irəliləyiş, əsas da can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayıram. Həyatı ürəyində nə var, ürəyində nə arzular, Allahın köməyi ilə həyata keçsin inşallah. Gözəl şairə bacım, Nailə xanım. Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Allahdan sağlam, bərəkətli ömür, xoşbəxtlik, uğur dolu illər arzulayıram. Yeni yaşınız ötənlərdən daha uğurlu gəlsin, hər şey ürəyiniz can olsun. Çox öpürəm sizi, bağrıma basıram, bir daha təbrik edirəm, illəriniz gözəl olsun inşallah. Hər birinizin əzizi, dəyərlisi, Nailə xanıma doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Ona uzun ömür, can sağlığı, işlərində uğurlar arzulayıram. Nailə xanım, doğum gününüz mübarək. Nə yaxşı ki varsınız, nə yaxşı ki bizimləsiz, nə yaxşı ki sizi tanımışam. Öpürəm, təbrik edirəm. Nailə xanım, sizi ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Həyatda bütün arzularına çatasan, qələmin hər zaman yazar olsun. Allah uzun ömür, can sağlığı qismət eləsin. Nailə xanım, doğum gününüz münasibətilə mən də ürəkdən təbrik edirəm. Sizə can sağlığı, xeyirli ömür arzu edirəm. Neçə belə illərə. Mənim gözəl bacım, dəyərli bacım, sənin ad günü münasibətilə səni təbrik edirəm. Allah Teala sənə can sağlığı versin. Allah sənin arzularına çatdırsın. Hər zaman gözəl dostlarla mükafatlandırsın. Hər zaman gözəl insanlarla mükafatlandırsın. Öpürəm səni. Məclisimizin görən gözü gözəl video tərtibatla şeirlərimizi tarixə salan dəyərli şairə balamız, gözəl insan, sədaqətli dost. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə dünyanın ən gözəl neməti olan can sağlığı, ailə saadəti, bol rüzgü nemət, bol yaradıcılıqlar dilərim. Arzum ki, ürəyiniz istədiyi qədər Allah sizə ömür versin.
və xoşbaxt günlər yaşayasınız. Gözəl şeirlərlə ruhumuzu oxşayasınız, qəlbimizi sevindirəsiniz. Allah uğurlarınızı daha bol eləsin, canınızı sağ eləsin. Yazın, yaradın, gözəl şeylərlə bizi sevindirin. Hörmətlə Cümşüd Əli Nur Adəm bölgəsindən. Gözəl şeirlər müəllifi, dəyərli qələm dostum, əzizimiz Nailə xanım. Sizi doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir. Uca Allahdan sizə xeyirli, bərəkətli, sağlıqlı uzun ömür, yaradıcılığınızda isə bol uğurlar arzulayıram. Arzu edirəm, gələn illəriniz ötən illərinizdən daha xoş gəlsin. Yeni yaşınız mübarək. Hörmətlə Qulu Xaləddin oğlu. Təbrik edirəm. Can sağlığı, uzun ömür arzulayıram. Sevinç və saadət daim üzünüzə gülsün. Ürəyiniz istədiyi kimi gözəl ömür nəsibiniz olsun inşallah. Bütün gözəlliklər sizin olsun. Ad gününüz mübarək olsun əziz dostum, gözəl insan Nailə xanım. Allah qorusun sizi. 100 yaşa, sağlam yaşa, var olasınız. Hörmətlə Xəzər Miraş Məsimov. Nur Ocağı Ədəbi Məclisinin dəyərli xanımı, qələm dostumuz, hörmətli Nailə xanım. Sizi bu özəl və gözəl gün münasibəti ilə, yəni ad gününüz münasibəti ilə ürəkdən təbrik edirəm. Və bundan sonraki ömür yolumuzun daha da uğurlu və gözəl, mənalı keçməsini arzu edirəm. Allah sizi qorusun, həmişə var olun. Sizi sevənlərlə, qələminizlə, yaradıcılığınızla, şəxsi həyatınıza hər zaman sizə uğurlar arzulayıram. Bütün arzu və istəklərinizə çatasınız inşallah. Bir daha təbrik edirəm. Hörmətlə Nail Məmmədli. Nailə Şahverdi hanımefendi, ad gününüz mübarek olsun. Allah sağlık, sıhhat ve mutluluk versin ailenizle birlikte. Nur Ocağı Edebi Meclisi'nde iyi ki birlikte yol yürüyoruz, şiirlerimizi paylaşıyoruz. Sizi tanıdığıma memnun ve bahtiyarım. Allah uzun ömürler versin sağlıkla birlikte. Selam ve saygılarımla Mehmet İnan. Nailə xanım, doğum gününüz mübarək olsun. Sizə həyatda dəyəri maddiyatla ölçülməyən can sağlığı, uzun ömür arzulayıram. Qalan ömrünüzü xoş xəbərlər bəzəsin. Əzizim, canım, gözüm, adaşım, Nailə xanım. Sənə ad günün münasibətilə təbrik edirəm. Arzu edirəm ki, bugün arzuladığın bütün arzuların gerçəkləşsin. Gələcəyini düzəldən hər yeni gün əvvəlkindən daha gözəl, istəklərinə uyğun və səni xoşbəxt edəcək şəkildə olsun. Yanında deyiləm, amma qəlbimin ən dərin yerində bugünü səninlə keçirirəm. Ad günün mübarək, gözəllik, səmimilik, ağıl və talant, xoşbəxtliyin olsun, həmdəmin olsun, sevgi məhəbbətin olsun, dəyərli bacım. Öpürəm səni, bağrıma basıram, nə yaxşı ki varsan, nə yaxşı ki doğulmusan. Hörmətlə, sevgi ilə Nailə Nübar.